Salam dostlar. Bugün bazardan gözləntiləri sizinlə müzakirə edəcəyim. Bildiyimiz kimi bu həftə ən vacib xəbər Amerikadan açıqlanacaq inflyasiya göstəriciləridir. Hansı ki, inflyasiyanın 3,1% olacağı, yəni 2,9-dan 3,1%-ə yüksələcəyi proqnoz edilir. Təbii inflyasiyada artım olarsa bu bazarda böyük bir hərəkətlənməyə səbəb ola bilər. Çünki federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı gözlənilir. Belə olan halda inflyasiyanın yüksəlməsi bu gözləntini zəiflədə bilər. Yəni bazarda likvidlik artacaq deyə hər kəs gözləyərkən bunun tam əksi ola bilər. Çünki inflyasiya artarsa ki, bu həm Fedin planlarını poza bilər, həm də ümumiyyətlə bazarda qeyd etdiyimiz kimi böyük bir hərəkətlilik gətirmiş ola bilər. Bir digər tərəfdən inflyasiyanı dəstəkləyən önəmli faktorlardan birisi, ümumiyyətlə bildiyimiz kimi Trumpın tarif tətbiq etməsi də əslində dolayı yolla inflyasiya təsir edəcəyi deyilirdi. Lakin son olaraq dediyimiz kimi, əgər inflyasiya gözlənilənin üzərinə çıxarsa, təbii ki, bu bir mənada federal ehtiyatların yenidən oturub fikirləşməsini tələb edəcək ki, faizi aşağı salaqmı, yoxsa hələ bir qədər gözləyəkmi? Texniki analizə baxsaq, dollar indeksi 16, hətta 15 oktyabrdan bəri düşən trendlə davam eləyir. Bizim sistemimizə əsasən birinci günün dəstək səviyyəsi həmin vaxtı qırılmışdı. Diqqət etirsəniz bu hissədə və bazar bağlanarkən dostlar diqqət etirsəniz birinci dəstək səviyyəsinin altına bağlamışdı və həmin tarixdən etibarən dollar indeksi eniş trendi ilə davam edir. Bu gün də nə qədər ki birinci müqavimət səviyyəsi olan 98,144 qırılmazsa və qiymət həmin səviyyənin üzərində bağlanmazsa düşünürük ki dollar indeksi belə deyək aşağı yönlü davam edəcək hələlik. Digər valyuta cütlüyümüz avro-dollar valyuta cütlüyü dostlar. Avroya baxaq. Avrodakı vəziyyətə diqqət etirsək, onda da 15 oktyabrdan bəri birinci müqavimət səviyyəsi qırılmışdı və qiymət həmin səviyyənin üzərində bağlanmışdı. Burada diqqət etirsəniz, həmin gün üzrə birinci belə deyək də müqavimətin üzərində qiymət bağlanmışdı. Bu da təbii ki, bazara alıcıların daxil olduğunu göstərdi və həqiqətən də avro-dollar sürətlə yüksəldi. Lakin 17 oktyabrda birinci dəstək səviyyəsi test edildi. Həmin səviyyənin altına bağlanmadı qiymət. Bu gün isə əgər birinci belə deyək, dəstək səviyyəsi olan 1,16247-nin altına bağlanmazsa, hələlik avro-dollarda bir mənada yüksəliş trendi belə deyək, dominantdır. Digər valyuta cütlüyümüz İngilis funtu və dollardır. İngilis və funtu dollarda da eyni vəziyyətdir avro-dollardakı kimi. Diqqət etsəniz 15 oktyabrda funt da həmin günün birinci deməli müqavimətini qırıb onun üzərində bağlanmışdı və funt da öz yüksəlişini davam etdirib. Bu gün də birinci dəstək səviyyəsi əsas hissədir. 1,33 bölü qırılmazsa və qiymət həmin səviyyənin altına bağlanmazsa, funtda da biz yüksəlişin davam edəcəyini gözləyirik. Bir digər maliyyə alətimiz dostlar, qızıl. Qızılda da ümumiyyətlə qızılda bilirsiniz makro trend yüksəliş trendidir. Diqqət etirin 10 oktyabrdan bəri, yəni qısa vədədə desək 13 oktyabrdan bəri hətta belə deyək birinci müqavimət qırılmışdı və qızılda sürətli yüksəliş davam etdi. Lakin 17 oktyabrda qızıl həmin günün birinci dəstək səviyyəsini qırdı, amma diqqət etirin burada dostlar. Qızıl həmin səviyyənin altına bağlanmadı. Əslində bir mənada bazarda satıcılar dominant idi, amma qızılı yenidən alıcılar qiyməti həmin səviyyənin üzərində bağlayıblar. Və qızıl hal-hazırda range içərisində ticarət olunur. Nə qədər ki qızıl birinci dəstək səviyyəsinin altına bağlanmazsa, yəni 4164-ün altına bağlanmazsa, biz qızılda hələ də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi olaraq isə qızılda hər aşağı yönlü korreksiya əslində bir mənada belə deyək də aşağı yönlü korreksiyalar edir. Və bu bir mənada əslində yüksələn trendin öz spesifikasıdır ki, higher low, yəni yüksələn trendin aşağı nöqtəsini yaradır və yenidən belə deyək, yüksəlişə davam etmiş olur. Və dediyimiz kimi qlobal səviyyədə inflyasiya gözləntilərindən dolayı əslində qızılda hələlik yüksəliş davam edəcək kimi görsənir. Bu baxımdan qızılda short açmaq, qızılda sell eləmək riskli ola bilər. Bir digər maliyyə alətimiz S&P 500 indeksidir dostlar. Diqqət etirsəniz S&P 500 indeksində də 15 oktyabrdan bəri əslində range ticarəti hakimdir. Çünki baxın, nə birinci müqavimət səviyyəsi qırılıb onun üzərində bağlanır, nə də birinci dəstəyin altına qiymət bağlanır. Range içərisində ticarət olunur. Bu gün ərzində birinci dəstək səviyyəsi qırılmazsa 6615, onun altına bağlanmazsa qiymət biz hələlik belə deyək də S&P 500 indeksində range ticarətini davam edəcəyini
söyləyə bilərik. Çünki əslində investorlar bir mənada gözləyir ki, bazarda nə baş verəcək. Çünki bazardakı belə deyək də əsas proqnoza baxmaq lazım ki, bazar necə hərəkət eləyəcək və hansı yöndə istiqamət alacaq və yaxud da bazardan gələn iqtisadi datalara bir mənada baxmaq istəyirlər inflyasiya ilə bağlı. Eyni zamanda Trumpın Çinlə bağlı mövqeyini də müəyyən etməyə çalışırlar ki, bir mənada onlar arasında bir razılaşma əldə olunacaqmı, yoxsa bu hələ mübarizə davam edəcəkmi? Bu baxımdan S&P 500 indeksi gözləmə mövqeyindədir. Ya bu da dolayı yola səhəm bazarının əslində bir mənada range içərisində olduğunu göstərir. Dostlar, bu qədər qısaca olaraq bazardan gözləntiləri və qiymət səviyyələrini sizinlə bölüşməyə çalışdım. Ümid edirəm effektiv olmuşdur. Uğurlu ticarət sizin üçün.